nəfslərindən ərran olan qəlblər. Ərran, Mutaffifin surəsində məşhur ayət-i kərimədə bilirsiniz. Kəllə bərran alə qulubihim mə kənu yeksibun. Özü Allah subhanahu wa ta'ala bu ki, xeyr belə deyil. Əslində, onların qəlblərini qazandığı günahlar qapatmışdır. Deməli, insan günahlar səbəbi ilə, asiliklər səbəbi ilə qəlbini beləliklə bağlayır, qəlbini beləliklə qıfıllamış olur. Artıq o günahlar qəlbi ələ aldıqdan sonra qəlb beləliklə bağlanır. O günahlar artıq qəlbə hökmranlıq eləməyə başlayır. Necə ki, Mücahid Rahimullah buyurur ki, bu ayət-i kərimənin təfsirində insan bir günah işləyir, hətta o günah görürsən ki, qəlbi örtür, qəlbi tamamilə əhatəyə alır və sonra isə artıq o qəlb sonda ölməyə başlayır. Və həqiqətən də qəlbin ölməsinin əlamətlərindən biri də insanın xəbis əməllərlə, murdar əməllərlə məşğul olmasıdır, asiliklərlə məşğul olmağıdır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bəndə bir günah işlədiyi zaman onun qəlbinə qara bir nöqtə düşər. Əgər o tövbə eləyərsə, istiğfar diləyərsə, Allahdan bağışlanma diləyərsə, o zaman o qara nöqtə ondan, o qəlbdən qalxmış olar. Yox, əgər davamiyyətli olarsa, artıq o qara nöqtələr qəlbi bürüyər, qəlbi qapadar və beləliklə o qəlb Allahın xatırlatdığı qəlblərdən, ran olmuş qəlblərdən olar. Kəllə bərranə alə qulubihim mə kənu yeksibun. Xeyr, belə deyil, əksinə onların etdikləri günahlar onların qəlblərini bağlamışdır. Və Allah qorusun, günahlar insanın qəlbini belə bağlayır, qəlbini belə haqdan uzaqlaşdırır. Abdullah ibn Məsud radiyallahu anh buyurur ki, insan günah işlədiyi zaman hər günah etdikdə onun qəlbinə bir qara nöqtə düşür. O qədər günahında davamiyyətli olar ki, o qədər günahında israrlı olar ki, hətta o qara nöqtələr artıq onun qəlbini ələ alar. Tamamilə onun qəlbini bağlayar. Deməli, qəlblər artıq, insan artıq günah işlədiyi zaman, tövbə istiğfar diləmədikdə artıq bu vacib edir ki, həmin insanın qəlbi bağlansın, həmin insanın qəlbi azsın. İnsanın qəlbinin kar və kör olmağıdır. Allah subhanahu wa ta'ala insanlar və cinlər barəsində buyurur ki, وَلَقَدَ ذَرَعْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ. Biz həqiqətən də cəhənnəmi bir çox insanlar və cinlər üçün yaratmışıq. Niyə görə? Allah azze və cəllə buyurur ki, لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا. Çünki onların qəlbləri var, lakin başa düşmürlər və həmçinin gözləri var, haqqı görmürlər, qulaqları var, lakin onlar haqqı eşitmirlər. Və Allah subhanahu wa ta'ala belələri barəsində buyurur ki, "Ulaika kal-an'ami bal hum adall." Onlar heyvanlar və heyvanlardan da betərdilər. "Ulaika humul ghafun." Həqiqətən onlar qəflət içərisində olanlardılar.